Polkovnik Cahangir Rüstəmovun komandir olduğu hərbi hissənin döyüş yolu barəsində azacıq da olsa sizə məlumat verim. Qısa və konkret rəqəmlər. 1992-91-ci ilin dekabr ayında Müdafiə Nazirinin əmri ilə ərazi özünün müdafiə batalyonları yaradıldı. O vaxt batalyon adlanır, tabur adlandırılmırdı. Şəmkirdə, Gədəbəydə, Daşkəsəndə yaradıldı. 1992-ci il mart ayında isə Müdafiə Nazirinin əmri ilə batalyonlar alay formasına birləşdi. O vaxt polk deyildi. Polk formasına birləşdi. Hərbi hissə komandiri Polkovnik Leytenant Cahangir Rüstəmov təyin edildi. Bəli, o vaxt polkovnik leytenant idi. Polkovnik rütbəsini Başkənd qələbəsindən sonra aldı. Bir mükafat kimi verildi ona. Layiq olduğu rütbəni. 1992-ci ildə artıq polk halında birləşdikdən sonra vəziyyət Respublikada daha da gərginləşirdi. Ancaq alay sözünü deməli idi. Cahangir müəllimin ən böyük xidmətlərindən biri nə oldu? Vətənpərvər, cəsarətli, ürəkli insanları, ölçünü bilən bacarıqlı hərbiçiləri əhatəsindən yığdı. Nömrə 1, kadr siyasətini düzgün apardı. Düzgün insanları düzgün yerləşdirdi. Öz yerlərinə yerləşdirdi. Onlardan tələb elədi. Çünki bir nəfər bütün hərbi hissəni necə çatdırsın? O da olsa da çatdıra bilməzdi. Və o kadr siyasətini aparmaqla son dərəcə dəqiq hərəkət elədi. Ətrafına yığdığı adamlar da yenə qeyd etdiyim kimi vətənə, torpağa, ölkəsinə sədaqətli insanlar idilər. 1992-ci ilin 30 mayında Polkovnik Cahangir Rüstəmovun əmri ilə, icazəsi ilə, göstərişi ilə, tapşırığı ilə bu insanlar hərəkət elədilər. Şəmkirin Sabirkənd ərazisi yaxınlığına yerləşən aerodroma daxil olundu. 55-60 nəfər qüvvə ilə aerodroma daxil olan bizim hərbiçilərimiz 1600 nəfərə yaxın sayı olan Rusların içinə girdilər. Hansı ki, hamısı bizim xalqımızın qanına susamışdılar. 1600 nəfər hara, 55-60 nəfər hara. Burada olanlar bilir ki, mən bunları nə deyirəm, düz deyirəm. Təyyarə girov götürüldü. İl-76 onların ailə üzərinə aparan təyyarə girov götürüldü. Əlavə olaraq sayı 1000 nəfərdən biraz çox olan desant uçurmalı brigada, Gəncədən və Şəmkirdəkilər onlara köməyə gəldi. Beləliklə Rusların sayı 2600 nəfərdən çox oldu. Bizə ümumi batalyonda 55-60 nəfər. Qarşı durma 44-45 yılqa çəkdi. Nəticə etibarən bizim hərbi hissəmiz nə ələ keçirdi? 11 ədəd Su-24 qırıcı təyyarəsi, 5 ədəd MiG-25 tipli qırıcı təyyarə, 3 ədəd İl-76 təyyarə, 1 ədəd An-12 tipli təyyarə, 1 ədəd MiG-8 vertolotu, 300-dən çox tam hazır vəziyyətdə olan xüsusi təyinatlı aviasiya texnikası. Ondan sonra yenə vardı, 250-350 vardı. Mən ancaq tam hazır vəziyyətdə olanları deyirəm. Ambarlar ağzına kimi doludu ərzaq məhsulları ilə, geyim əşyaları ilə, 3000 tondan çox yanacaq sütkün materialları və 2436 ədəd atıcı silahlar. Bunun hamısının qiyməti o vaxtki pulla 1 milyard manatdan biraz çox idi. Azərbaycanın büdcəsi o vaxt 2 milyon yoxsa 3 milyon idi. Ümumi Azərbaycanın qiyməti. Və bununla da Azərbaycanda aviasiyanın bünövrəsi qoyuldu. Hərbi aviasiyanın bünövrəsi buradan qoyuldu. TikTokda, sosial şəbəkədə nə yazılır, o boş şeydir. Burada qoyuldu. 16 texnik, 16 samolyot, 16 qırıcı təyyarə. Elə-belə deyil. Bəli, məndən əvvəl qeyd elədi Tofiq dayı. O təyyarələr müharibənin ən ağır vaxtında buradan uçuşlar eləyirdi. Və bizim gizirlər, bizim hərbiçilərimiz, əksəriyyəti gizirlər idi. Aydınlar bizim ordumuza daxil olmuş gizirlər. Bombaları asırdılar. Gündəlik elə pilot olurdu. 3-4 dəfə uçuş edirdilər. Erməniləri bombalayırdılar, gəlirdilər. Heç mi istirahət eləmirdi. Əldə olunan silahlardan silahlanan bizim alayımız 1992-ci il 3 avqustda Gədəbəyə qalxdı. Və qısa müddət hazırlıqdan sonra 8 avqust 1992-ci ildə hücum eləyərək Başkəndi bir nəfər itki vermədən aldı. Bəli, orada bizim alaydan başqa polislərimiz vardı. Şəmkirdən, Daşkəsəndən, Gədəbəydən, digər yerdən gələn əlavə qüvvələr də var idi. Qazaxdan, Tovuzdan, Ağstafadan və digər yerdən gələnlər də vardı. Onları hamı sadalamaq istəmirəm. Yəni Azərbaycan xalqı yumruq halını birləşdi və itki vermədən Başkəndi aldı. Başkəndin ərazisi 4600 hektar öz ərazisi plus 400 hektar da zəbt idi. Deməli 5000 hektarda yaxın ərazi, 5000 hektar ərazi düşməndən itki verilmədən alındı. Bu ərazi bugün də bizdədir. Qoşunlarımız döyüşərək çıxırlar dövlət sərhədinə və Ermənistanın başına yekə bir daş düşdü. O Azərbaycan ordusunun böyük bir qələbəsi idi, parlaq qələbəsi idi.
Bizim hərbi hissəmiz bir dəfə də olsun döyüşlərdə məğlub olmadı. Ancaq qələbələr, yenə qələbələr oldu. 92-ci il, 93-cü il tarixlərində bizim hərbi hissədən köməyə göndərildi. Ağdama, Ağdaraya, Tərtər istiqamətinə rotalarımız getdi. Və nəhayət 1994-cü ilin yanvar ayından, daha doğrusu konkret 93-cü ilin dekabr ayından ayrıca batalyonlar hazırladıldı və yanvar ayından Kəlbəcərin əməliyyatına iştirak elədilər. Amansız şaxtanın qılınc kimi kəsdiyi vaxtı, imkanların çox aşağı səviyyədə olan vaxtı batalyonlarımız Kəlbəcər əməliyyatında çox yaxından iştirak elədilər. Heç zamanda heç kəsin başını aşağı eləmədilər. 1994-cü ilin qeyd etdiyimiz 28 martında da komandirimizin həyatı faciəvi şəkildə sona yetdi. Bəli, bu hallar oldu və biz heç vaxt unutmadıq, şəhidlərimizi unutmadıq. Nə komandirimizi unutmadıq, polkovnik Cahangir Hüseynovu, nə əsgərlərimizi. Biz yada salırıq. Bugün gəlmişik, Cahangir müəllim ziyarət edirik və digərləri də hamısı ürəyimizdədir. Hamısı ürəyimizdədir, dəxili yoxdur. Naxçıvanda şəhid olub, Ağdamda, yoxsa Gədəbəydə, yoxsa Qazaxda, hamısı bizimdir. Bizim elin obamızın şəhidlərimizdir. Deyir, şəhidlər vurulanda yox, unudulanda ölürlər. Onlar isə ölməyəcəklər. Tarixlər yaşadacaq onları.